Ermənilər tərəfindən irəli sürülən və 1915-ci il hadisələri kimi tanınan hadisələrin dırnaqarası soyqırımı kimi təqdim olunması uzun illərdə davam edən bir dezinformasiya kampaniyasının əsas sütunlarından biridir. Bu iddialar yalnız tarixi saxtalaşdırmaqla kifayətlənmir. Eyni zamanda siyasi məqsədlər üçün də alətə çevrilir. Hər ilin aprel ayı ərəfəsində ermənilərin soyqırımı, qanunsuz soyqırımı, həyasızlığı dünyanı bürüyür. Lobbi təşkilatları bir növ özlərinə əl qatır və xüsusən də ABŞ prezidentinin dilindən erməni soyqırımı ifadəsini qoparmaq üçün dəridən qabıqdan çıxırlar. Və bununla da beynəlxalq ictimai fikri yenidən çaşdırmaq istəyirlər və bu yolla da Türkiyəyə təzyiq göstərmək və öz çirkin niyyətlərini reallaşdırmaq istəyirlər. Tarixdə olmayan bir dırnaqarası erməni soyqırımından burada söhbət gedir və buna müxtəlif cəhdlər edilir, müxtəlif ölkələrin siyasi rəhbərliyinə təzyiq göstərilir. Məqsəd qondarma, dırnaqarası erməni soyqırımını tanıyan dövlətlərin sayını artırmaqdır əlbəttə ki. Türkiyəyə qarşı ərazi iddialarını həyata keçirərək təzminat almaqdır. Elə bu barədə danışırıq və studiyada qonağım var, millət vəkili Hikmət Babaoğlu. Hikmət müəllim, salam, xoş gəlmisiniz. Xoş gördük. Ermənilərin 24 aprel və ümumiyyətlə aprel ayı boyunca bu cür çirkin iftiraları, yenə də erməni soyqırımını, dırnaqarası soyqırımını dünyaya tanıtmaq istəkləri səngimir. Baxmayaraq ki, biz bir tərəfdən sülhdən danışırıq, artıq sülh mətninin tam mətni də hazırdır. Türkiyə ilə danışıqlar gedir, Türkiyə ilə onların münasibətləri özlərinin təqdim etdiyi kimi artıq normaldır. Amma bununla belə yenə də aprel ayı onlar üçün elə bil ki, göydən düşmə bir aydır və bu ay həyata keçirdikləri lobbilərindən istifadə edərək həyata keçirdikləri bir missiya var. Bunu niyə hələ də edirlər sualını verəcəm sizə. Çünki baxın, sülhdən danışan bir ölkə düşünək ki, lobbisini idarə edə bilmirmi? Təkcə lobbi məsələsi deyil, hər bir erməni yalançı, uydurma, soyqırımı adlandırılan o hadisənin olmadığını bilir, amma özlərini belə bir hadisə olmuş kimi və ona inanmış kimi göstərirlər. Nəticə itibarilə faktlar ondan ibarətdir ki, Osmanlının çox zəif dönəmlərində yenə düz indiki kimi bənzər tarix hadisələr baş verir təqribən 100-120 il bundan əvvəl. Bu nədən ibarət idi? Osmanlı ərazisi yeni dirçələn qərb imperialistlərinin iştahını qabardırdı. Burada Fransa vardı, burada Böyük Britaniya vardı, burada digər qərb ölkələr vardı, Amerika Birləşmiş Ştatları vardı və s. Və beləliklə artıq Birinci Dünya müharibəsində Osmanlı uzandan sonra bu iştahları daha da önə çıxdı. Ərazidə müxtəlif dövlətlər qurmağa çalışdılar və doğrudan da buna böyük ölçüdə nail oldular. Məsələn, o Şimali Afrikadan tutmuş bugünkü ərəb ölkələri kimi tanıdığımız ölkələr ki, 36-dan çox ərəb dövlət var, onların hamısı Osmanlı ərazisidir. Bu prosesdə Osmanlıya ilk xəyanət edən ermənilər oldu. Nəticə etibarilə ermənilər həmən dövrdə Osmanlı ərazisində millət-i sadiqiyyə adlandırılırdılar. Hətta o dərəcədə ki, orduda general rütbəsinə qədər ucaldılırdılar. Osmanlının 2 naziri və baş xəzinədarı erməni idi və s. Bunlar fransızlarla separat danışıqlara girərək nəzərdə tutulan ermənilər üçün ərazidə, ermənilərin nisbətən çox məskunlaşdığı ərazilərdə türklərə qarşı demək məncə doğru ifadə deyil, müsəlmanlara qarşı bir soyqırım törətdilər, ermənilər. İddia olunan soyqırımı doğrudan da olubdur. Amma bu ermənilərə qarşı olmayıbdır. Ermənilər müsəlmanlara qarşı törədiblər. Qars, Ərzurum, Ərzincan, Van, Ağrı, Naxçıvan, Azərbaycan və Cənubi Azərbaycana keçək Maku, Xoy, Səlmas, Ərdəbil və s. və s. Baxın, çünki o dövrdə Osmanlı zəif idi, müsəlman əhalisinin silahları yox idi, erməniləri isə fransızlar düz bugün olduğu kimi silahlandırmışdır. Bax, hadisə bu cür. Həmən dövrdə, yəni 14-18-ci illərdə Osmanlı ərazisində Osmanlı müfəssəl dəftəri var. O dəftərdə təqribən 300 minə yaxın bütövlükdə Osmanlı ərazisində erməninin yaşadığı bildirilir və onların dinc əhaliyə qarşı törətdikləri bu cinayətdən sonra Osmanlı Anadolu ərazisindən çıxarılıb Osmanlının digər ərazilərinə köçürülməsindən söhbət gedir. O digər ərazilər haradır? Suriyaya köçürülürlər, bunlar Livana köçürülürlər, ondan sonra və digər İordaniya və s. ərəb ölkələrinə doğru
bunlar mövqe dəyişdirirlər ki, bunların kompakt yaşamasınlar. Kompakt yaşayanda silahlanırlar və demək belə cinayətlər törədirlər. Ermənilər isə məqsədlərinə çata bilmədilər nəticə etibarilə. Türkiyə Cumhuriyyəti quruldu və bundan sonra bu törətdikləri cinayəti ört-basdır etmək üçün demək, onlara qarşı soyqırımı törədildiyini iddia etməyə başladılar. Bu məsələnin faktoloji tərəfi. Yəni, 100 ildən sonraya qayıdaq. 1992-ci ildə necə ki, Xocalı soyqırımını törətdilər və ondan sonra o kadrları ermənilərə qarşı törədilən soyqırımı kimi dünya təqdim etdilərsə, 18-ci ildə həmən şey baş vermişdir. Və bundan sonra bu hadisədə ermənilərin sayını artırmağa başladılar, gah dedilər 500 min, sonra qaldırdılar 1 milyon və indi əgər 18-ci ildən bugünə qədər, artıq 18-ci ildə bir dövrdür ki, orada mətbuat vardı, yazılı mənbələr vardı və s. və s. Bir nəfər ağıllı bir tədqiqatçı götürüb onları ardıcılığı izləsə, baxacaq ki, bunları 300 mindən başlayıblar, 3 milyona qədər gətirib çıxarıblar. Bu sayı, yəni bu qədər güya ki, erməni öldürülübdür. Amma əslində soyqırımı kimlərə qarşı törədildi? O regionda yaşayan Azərbaycanlılara qarşı, türklərə qarşı, çərkəzlərə qarşı, kürdlərə qarşı, türkmənlərə, yerli türkmənlərə qarşı, lazlara qarşı və s. Yəni, yerli əhalinin hamısına qarşı. Çünki onlar o dövrdə milli mənsubiyyət arxa plandaydı Osmanlı ərazisində, dini mənsubiyyət ön plandaydı. Ona görə də türk və müsəlmanlar desək, mən elə gəlir ki, daha doğrular. Və nə baş verdi? Həmən dövrdə necə ki, Bakıda da 18-ci il qırğınları, 31 mart qırğını və s. və s. Yəni, bütün bunlar da həmən prosesin davamı idi. Yəni, biz özümüz, öz tariximizdə hamıdan yaxşı bilirik ki, ermənilər kimə qarşı soy törədiblər və bunu necə ediblər. Həmən dövrdə baxın, diqqət etsək görəcəyik ki, Sədr Əzəm, böyük vəzir dedilən, baş vəzir dediyimiz Osmanlı Sədr Əzəmi qərar qəbul edir və deməli, Nuru Paşa Azərbaycana göndərilir və hərbiyə naziri vardı, Ənvər Paşa idi. Ənvər Paşa kiçik qardaşı Nuru Paşanı Azərbaycana göndərir, bizi soyqırımdan xilas etmək üçün. Sonra nə edir? Dediyimiz ərazilərə, Anadolunun şərqinə və İran ərazisinə kimi göndərir? Kazım Qarabəkir Paşanı göndərir. Yəni, həm İran ərazisində, həm Anadolunun cənubu şərqində törədilən bu soyqırımın qarşısını almaq üçün nəhayət Osmanlı nizami ordu yeritməyə cəhd göstərir. İndi isə ermənilər bu hadisəni tamamilə tərsinə çevirərək öz lehlərinə dünyaya çatdırmağa çalışırlar və ən pisi odur ki, bu məsələyə tarixi fakt kimi yanaşmırlar. Onu bugünkü siyasi maraqlarla uzlaşdırmağa çalışırlar. Bayaq siz dediniz ki, o təzminat almaq, yəni bir növ bunlar Türkiyənin bütün iqtisadi resurslarını və milli potensialını, milli enerji potensialını istismar etməyə çalışırlar. Yəni, Türkiyə bizə demək, təzminat ödəməlidir və biz də bütün iqtisadiyyatımızı ona bağlamalıyıq. Oturub boş-boş yeni iddialarla, yeni xəyali soyqırımlar ürətməklə demək, bu şəkildə yaşamalıyıq, güzəştlər əldə etməliyik və s. Bəli, Rəcəb Tayyip Ərdoğan hər zaman çıxışında vurğuluyur ki, açın arxivləri. Bizim də arxivlərimiz hər birinizin üzünə açıqdır. Varsa belə fakt, gəlin təsdiq edək. Amma bugünə qədər elə bir faktın da ortaya çıxdığı yoxdur. Yəni, onlar sadəcə olaraq fərziyyələrdə, iddialarda bu fikirləri səsləndirirlər. Amma konkret olaraq bəlkə özləri tərəfindən yazılmış kitabları var və yaxud da saxtalaşdırılmış bir arxiv var. Amma nəticə etibarilə hansısa ölkənin və yaxud da elə Osmanlı İmperiyasının arxivində belə bir fakt yoxdur. Tamamilə doğrudur. Baxın, mən elə gəlir ki, yeni reallıqda ermənilər də məcburdular ki, bu yalançı iddialarına yenidən baxsınlar. Və uzun müddət ki, qardaş Türkiyəni şantaj elədilər, Amerika Birləşmiş Ştatlarında olan erməni lobbisi, Fransada olan erməni lobbisi, soyqırımı ifadəsindən müraciət etməsindən bağlı ki, deməli, siyasi təzyiqlər göstərirdilər, səs manipulyasiyası edirdilər ki, biz hansı prezidentə səs verəcəyik, ona görə səs verəcəyik ki, və s. və s. Və nəhayət gəlib çıxdı bir neçə il bundan öncə, təqribən səhv eləmirəmsə 2 il bundan öncə Amerika Birləşmiş Ştatlarının prezidenti Biden erməni soyqırımı dedi. Bu dünya dağılmadı ki. Desinlər, yəni Türkiyə müstəqil dövlətdir. İndi ürəyindən keçəcəksə bilmirəm, bir yeni prezident deyəcək deməyəcək. Amma hər halda artıq bu cin şüşədən çıxdı deyirik. Heç bir şey də olmadı. Ona görə də mən düşünürəm ki, burada qardaş ölkənin prezidentinin yanaşması çox ədalətlidir.
dəfələrlə bəyan etdi ki, bu məsələnin ən demək qızğın vaxtlarında dəfələrlə bəyan etdi ki, gəlin arxivlərə açaq. Ermənilərin bu iddiasının arxasında baxın, təkcə maddi təzminat məsələsi dayanmırdı, həm də siyasi məqsədlər dayanırdı. Çünki bu faktın, yalansı olmayan faktın etiraf olunması gələcəkdə Türkiyəyə qarşı ərazi iddiasından müşahidə ediləcəkdir. Yəni, əgər burada ermənilər yaşayıbsa, onlar öldürülüblərsə və yaxud ermənilərin iddia etdiyi kimi onların varisləri bugün Amerika, Fransaya, Marselə, bilmirəm, Kaliforniya hər yerə yayılıblarsa, demək onların qayıdıb yaşamaq haqqı var. Beləliklə, əslində bu Türkiyəyə ərazi iddiası idi. Bir növ çətir altında gizlədilmiş bir iddia idi. Ona görə də bu çağırışlara məhəl qoyulmadı. Ən nəhayət, mən yenə qayıdıq bugünkü hadisələrə. Baxın, Azərbaycanın yaratdığı yeni reallıq həm Ermənistan-Türkiyə münasibətlərində, həm ümumiyyətlə ermənilərin tarixində paradigmal bir dəyişiklik mərhələsi yaradıbdır. Əvvəlki iddialar yoxdur, artıq ola bilməz. Bugün əlbəttə bu radikal davranışlar olacaqdır, amma nəticə etibarilə bu iddia heç kəs inanmayacaqdır. Ona görə də nəhayət Ermənistanın baş naziri Paşinyan dedi ki, belə bir soyqırımı olmayıbdır, bu uydurmadır. Və misal gətirdi ki, nəyə görə soyqırımı iddiası 18-ci ildən 50-ci illərə qədər olmadı, 50-ci illərdən sonra qardaş Türkiyəyə, NATO-ya üz qəbul edildikdən sonra SSR-nin siyasi ideoloqlarının təşviqinlə dünya erməniciliyinə belə bir tezis göndərildi ki, Türkiyə NATO üzvüdür. Türkiyə də ona görə NATO üzvünə qəbul edildi ki, o əslində NATO-da Avropa İttifaqı kimi xristian klubudur. Türkiyə də ona görə demək NATO-ya qəbul edildi ki, SSR-yə qarşı bir baza rolunu oynasın. Çünki o dövrdə Türkiyə aqrar bir ölkə idi, çox zəif bir ölkə idi. Sadəcə Türkiyə bir çox həm dənizdən, Qaradəniz vasitəsilə, həm qurudan Azərbaycan, Gürcistan vasitəsilə SSR-yə sərhəd olduğuna görə orada Amerika Birləşmiş Ştatlarının hərbi bazalarının yerləşdirilməsi üçün Türkiyə NATO-ya üzv qəbul edildi və bugün də görürük ki, elə o məqsəd, yəni Türkiyənin NATO içərisində də ayrı seçkilərə məruz qalmasını bugün də görürük. Çünki başqa NATO ölkələri faktiki olaraq yenə də Türkiyə ilə müharibə aparır. Uzun illərdir müharibə aparırlar. Məsələn, Fransa Suriyadakı terror təşkilatlar vasitəsilə Türkiyəyə qarşı müharibə aparır. Amerika Birləşmiş Ştatları Yunanlıları silahlandırmaqla Türkiyəyə qarşı müharibəyə hazırlıqları görür və s. Yəni, səbəb isə o dövrdə Türkiyənin NATO qəbul olunması Türkiyənin daha çox zərərinə oldu. Nə baş verdi? Bunlar qorxurdular ki, SSR inqilabı Türkiyəyə ixrac edilə bilər və beləliklə NATO-nun mövqeyi zəifləyə bilər Anadolu və Orta Şərqdə. Bax, ona görə də Paşinyanın da qeyd etdiyi kimi 50-ci illərdən sonra Sovetlər İttifaqı belə bir iddia ortaya atdı və ermənilər də üçün də bu göydən düşmə bir fürsət oldu. Amma bugün artıq onun əsasları yoxdur. Hikmət müəllim, bax sözünüzə qüvvət. Nikol Paşinyan artıq bu haqda danışıb bir neçə dəfə və vurğulayıb ki, biz bu iddiaları gələcəyimizə də aparsaq, o bizə qarşı işləyəcək. Və elə həmin hissədə o silahlanma ilə bağlı da fikir səsləndirmişdi, amma daha sonra biz nə qədər səmimi, dırnaqarası səmimi olduğunu gördük. Nikol Paşinyanın hazırda bir siyasi gedişi var və bu gediş nədən ibarətdir? Türkiyə ilə münasibətləri normallaşdırmaq. Və hazırda da deyə bilərik ki, yəqin ki, hansısa etapda artıq əvvəlki münasibətləri yoxdur, daha yaxşıdır münasibətlər. Hətta Suriyaya yardım da göndərmişdi ötən gün, ikinci yardımı idi bu da. Bu bir növ dəstək nümayiş etdirir Türkiyəyə və Türkiyənin regiondakı gücünə. Bundan əlavə normallaşma prosesi istiqamətində danışıqlar da aparırlar. Düzdür, Türkiyənin qətiyyətli mövqeyi var ki, Azərbaycan faktoru orada önəmlidir. Amma ümumilikdə götürsək, biz tərəfdən də sülh müqaviləsi mətni hazırdır, digər tərəfdən Türkiyə ilə danışıqlar gedir. Hazırki etapda bu dırnaqarası soyqırımını aktuallaşdırmaq nəyə xidmət edir? Və yaxud da bu rəsmi İrəvanın mövqeyidirmi, yoxsa yenə də Nikol Paşinyanı dinləyən, qulaq asan və onun sözü ilə oturub duranlar yoxdur? Heç şübhəsiz ki, bu rəsmi İrəvanın mövqeyi olmasa və yaxud rəsmi İrəvan buna göz yummasa, meydanlarda bugün Azərbaycan bayrağı, Türkiyə bayrağı yandırılmaz. Mən elə gəlir ki, bu sualın ən dəqiq cavabını Azərbaycan prezidenti 9 aprel tarixində Adam Universitetində keçirilən konferansda verdi. Dedi ki, Ermənistan cəmiyyəti aktiv və pasiv revanşistlərdən ibarətdir.
bugünkü Ermənistan hakimiyyəti pasiv revanşistlərdir. Çünki pasiv olmağa məcburdurlar, aktiv olarlarsa dəmir yumruq başlarına inəcəkdir. Və bir də radikal Köçəryan Sarkisyan Daşnakuçin Qarabağ klanı var ki, bunlar da demək aktiv revanşistlərdir. Ona görə də revanşizmin subkomponentləri var, alt komponentləri var. Revanşizmi alovlandıran nədir? Etnik nifrətdir. Türklərə və Azərbaycanlılara qarşı bir. Ya da elə onlar bizim hamımıza türk deyirlər, daha doğru deyirlər. Çünki mən Ermənistanda yaşamışam, bizə türk deyirlər. Etnik nifrətdir bir. Ondan sonra narsizmidir iki, ərazi iddiasıdır üç. Yəni bu komponentlər nə qədər ki erməni kütləvi şuurunda hakimdir, hakimiyyətə kim gəlirsə gəlsin xeyri yoxdur. Nəticə etibarilə hakimiyyətə gələnlər də axı o düşüncədən gəlirlər. Hakimiyyət deyəndə əlahiddə hardansa bir xüsusi intellektuallar yığıb gətirib hansısa bir ölkənin başında oturmuşsunuz ki, yəni o ictimai mühitdə, o sosial mühitdə eyni siyasi təfəkkürdən qidalanaraq, eyni tarixi yalanlardan qidalanaraq insanın şəxsiyyəti belə formalaşır da, sosiologiya belə izah edir. Bu da gəlir prezident olanda həmən düşüncələrin daşıyıcısıdır. Yəni mümkün deyil. Ona görə də mən elə gəlir ki, burada mütləq üzdə olmasa da, üzdə qınansa da, demək, real təcrübədə görürük ki, bunlara mane olan da yoxdur. Məsələn, Paşinyan deyir ki, bu günlərdə bəyan edilir ki, biz Qarabağ hərəkatının fəaliyyətinə qadağa qoyuruq. Ermənilər də bilirsiniz, ikinci bir radikal revanşistlər Qarabağ hərəkatı. Deyir ki, biz buna qadağa qoyuruq. Amma avazın yaxşı deyir ki, biz sülh bağlayırıq, doğrudurmu? Amma deyir ki, Azərbaycan xalqının bir atalar sözü var, deyir, avazın yaxşı gəlir, oxuduğun Quran olsa, avazın yaxşı gəlir, sülh deyirsən, hamıdan çox sülh deyirsən, amma əmələ gələndə silahlanırsınız axı, məsələn, silahlar nəyə lazımdır? Əgər Ermənistan cəmiyyətini siz real Ermənistana hazırlayırsınızsa və bu real Ermənistanda Türkiyəyə qarşı ərazi iddiası olmayacaqsa, Azərbaycana qarşı ərazi iddiası olmayacaqsa və bugün meydanlarda bayraqların yandırılması nə deməkdir? Bugün 24 apreli ermənilərin soyqırımı günü kimi o təntənəli şəkildə qeyd etməyin adı nədir? Hələ mən gözləyirəm yəqin günün axırına qədər demək bu soyqırımı abidəsini gedib ziyarət ediləcəkdir erməni rəsmiləri. Üstəlik də gedəcəkmi və yaxud da Paşinyan hansı rolda çıxış edəcək? Getməsə belə mən düşünürəm ki, baxın Ermənistanın rəsmi dövlət protokolunda nə qədər ki gələn qonaqları, xüsusən də bizlə yaxın olan ölkələrin başçılarını erməni soyqırımı abidəsinə aparıb əkil qoydururlar və bunu dövlət protokoluna salırlar. Demək ki, bu dövlət siyasətidir. Yəni bunun cavabı mən elə gəlir ki, bundan ibarətdir. Səhv etmirəmsə Praqadaydı. Lobbi təşkilatları ilə görüşü zamanı Nikol Paşinyana həmin o təşkilat üzvləri qeyd etmişdilər ki, sən heç özünə də lazım deyilsən. Tam olaraq cümlə bundan ibarətdir. Və lobbi ilə aralarındakı rəsmi İrəvanın fikir ayrılıqları var. Tək lobbi ilə deyil təbii ki, burada həm kilsə ilə fikir ayrılıqları, müxalifətlə, əvvəlki hakimiyyətlə, bundan əlavə vurğuladığımız o bəzi separatçı qüvvələrlə və s. Bütün bunları bir araya toplasaq, Nikol Paşinyan hazırda nə dərəcədə güclüdür İrəvanda? Mənə elə gəlir ki, bütün bunlara baxmayaraq, əgər Nikol Paşinyan hakimiyyətdə qalmağı bacarırsa və çox da radikal güc tətbiq etmədən, məsələn, kütləvi etirazla, radikal kütləvi etirazla qarşılanmadan bugün hakimiyyətdə qalırsa, demək, Paşinyanın gizli və pasiv bir elektoratı var. Yəni, bu elektorat nədən ibarətdir? İctimai qaydada, ondan sonra, demək, publik olaraq Paşinyana simpatiyalarını, qorxularından bildirə bilmirlər və yaxud sülh istədiklərini açıq bəyan edə bilmirlər. Amma demək ki, həm də radikal çağırışlara qarşı bir qədər özlərini pasiv saxlayırlar. Ona görə də Paşinyanın hakimiyyətdə qalmağının sirri bundan ibarətdir. Ancaq mənə elə gəlir ki, Paşinyan Ermənistan dövlətini bu mərhələdə var olmaqda, yox olmaqdan xilas edəcək yeganə siyasi lider. Paşinyan yumşaq amortizator rolunu oynayır, yastıq rolunu oynayır. Əgər radikallar olsaydı Ermənistanda hakimiyyətdə Paşinyanın əvəzinə, mən əminəm ki, müharibənin bu və ya digər formada başqa fazaya keçməsi, xüsusən indiki mürəkkəb vəziyyətdə Ermənistan dövlətçiliyinin sonu olardı. Ona görə də mən elə gəlir ki, ermənilər Paşinyana minnətdar olmalıdırlar. Baxın, dünyada nə baş verir? Bir ölkə digər ölkənin ərazisini işğal edir və deyir, bu mənimdir. Bu qəbul olunur. Bugün onun danışıqları gedir.
Bugün dünya siyasətini təyin edən güclər kimdir? Rusiyadır, Çindir, Amerika Birləşmiş Ştatlarıdır və s. Doğrudurmu? İşğal faktının legitimləşdirilməsini danışıqlar predmeti eləyiblər. Sabah Azərbaycan öz tarixi torpaqlarına qayıdışla bağlı belə addımlar atsaydı, Azərbaycanın qarşısını kim ala bilərdi? Paşinyanın heç olmasa dildə sülh deməsi qoy bu o revanşistlərə bir düşünmək üçün mövzu olsun. Biz əgər radikallar hakimiyyətdə olsaydı, Azərbaycan da məcburi qaydada yenidən özünü müdafiə etmək məcburiyyətində qalsaydı, bax onda vəziyyət tamamilə başqa bir cür ola bilərdi. Bu məsələnin bir tərəfi. İkinci tərəf nədən ibarətdir? İsrail dövlətinin qurucularından biri olan Ariel Şarondan soruşurlar ki, İsrail sizcə nə qədər yaşayacaqdır bu Ərəb adasında? Necə ki, ermənilər Türk adasına gətirib pəsim ediliblər. O da dedi ki, birinci məğlubiyyət nə qədər? İsrail dövləti hələ bu vaxta qədər məğlub olmuyubdur. Demək ki, yaşamaq potensialı var, yaşayacaqdır. Mən həmişə 30 il işğal dövründə də torpaqlarımız işğal altında olanda fikirləşirdim ki, görəsən ermənilər burada nə qədər mövcud olacaqlar. Çünki bu bizim Cənubi Qafqaz etno landşaftının məhsulu deyil. Və belə qərara gəlirdim ki, onlar burada parnik üsulundan becərilirlər. Etnik qrup olaraq, əvvəlcə Çar Rusiyası, sonra Sovet Rusiyası, indi Fransa. Bu parnik bunların üstündən qaldırılan kimi bunlar qurumağa məhkumdur, köklər kəsiləcək. Yaxşı, nə vaxt qaldırılacaq? Nə vaxt? Birinci məğlubiyyət. Elə onu deyəcəkdim. Birinci məğlubiyyətləri oldu. Aldılar. Yəni, mənə elə gəlir ki, bir qədər radikal cərəyanın Ermənistana hakimiyyətə gəlməsi və bu radikalların fikrini ifadə eləməsi məcburi 3-cü Qarabağ müharibəsinə və yaxud 3-cü Ermənistan-Azərbaycan müharibəsinə gətirib çıxaracaqdır. Yəni, bugün əgər indiki vəziyyətdə belə Paşinyan həm daxili auditoriyaya sülh mesajı verməklə, həm dünyaya sülh mesajı verməklə ölkəni qorumağa çalışırsa, real Ermənistan xəritəsini nümayiş etdirirsə, lakin buna baxmayaraq, Qərbi Zəngəzurun 140 min əhalisindən, 150 min əhalisindən 40 mini artıq, 50 mini artıq köçüb gedibsə, bunun qarşısını kim ala bilər? Yəni, bunlar bizim etno-landşafın məhsulu deyirlər. Cənubi Qafqaz dəyərləri onlar üçün yaddır. Bəli. Bu coğrafiya onlar üçün yaddır, çıxıb gedəcəklər. Hikmət müəllim, çox sağ olun, təşəkkür edirik, gözləyirik. İnşallah. Gözləyirik. Və qeyd edim ki, studiyada qonağımız millət vəkili Hikmət Babaoğlu idi və biz onunla birlikdə dırnaqarası erməni soyqırımından danışdıq ki, hələ də bu haqda danışırlar, danışmağa davam edirlər. Rəsmi şəxslər, nələxsus Amerika Birləşmiş Ştatlarının prezidentinin dilindən səsləndirməyə çalışırlar. Türkiyə ilə normallaşmağa getsə belə münasibətləri hələ də təzminat davası və yaxud da siyasiləşdirməyə çalışırlar. Məsələni, bax, biz bu haqda danışdıq, bunları müzakirə etdik.